Hər vaxtınız xeyir əzizlərim. Söz verdiyimiz kimi bizim 6 dərsdən sonra 7-ci bir dərs olaraq xarakter dərsi başlayır. Mən bunu böyüklər üçün keçirdim, 2 ay müddətini keçdim. Amma əsas bizim dərsimiz uşaqlar üçün nəzərdə tutulur. Çünki önəmli olan 6-cı sinifdən başlayaraq uşaqların xarakterin üzərində çalışmaqdır. Çünki şərt təkcə bizim onlara bilim verməyimiz deyil, diplom verməyimiz deyil. Həmçinin biz onlara həyatda müstəqil, sərbəst, müdrik, ağıllı olaraq öz taleyini həll edə bilən qaydada yetişdirməliyik. Bu baxımdan təlimlərimiz başladı. Ayın 15-də dünəndən başladı. Bu uşaqların öz hüquqlarını bilmə, özünü idarə eləmə, danışması, davranması, düşünməsi, nitq qabiliyyəti, araşdırmaçılığı, problemlərini həll eləməyi, demək olar ki, bir 70-ə yaxın mövzuların üzərində çalışacağıq. Allah deyən olsun inşallah. Bu baxımdan uşaqlarımız qoşula bilərlər. Çox mükəmməl bir dərslərdir. Çünki bizim uşaqlarımızın zəif xarakterli olmasa, kimisə təsirinin altına düşməsi, gələcəkdə xəyal qurmaqla deyil, o uşaqlar üçün həqiqətən də valideyn olaraq, cəmiyyət olaraq bir yol göstərə bilmiriksə, əlindən tutub yaxşı yerlərə apara bilmiriksə, bu bizim günahımızdır. Və bədəlini də uşaqlarımız ödəyir. O baxımdan çox önəmli dərsdir. İnşallah canlı yayımlarda da bunu paylaşacağam. Düzdür, canlı yayımlarda sadəcə uşaqlar qulaq asa biləcəklər, amma bunu dərs olaraq keçdiyim uşaqlardan tələb edəcəm. Və bunun çox ucuz, əl çatılan bir qiymətə eləyirəm. 30 manatdır aylığı. Soruşurlar ki, ən xoşbəxt insan kimdir? Mən deyirəm ki, ən xoşbəxt insan özündən ağıllı və güclü övlad olan insandır. Əgər sən öz problemlərini həll eləməyi bilən, müdrik, danışığını bilən, davranışını bilən, qərarlarını verməyi bacaran, gözəl bir uşaq yetişdirmişsənsə, sənin həyatda arxan heç vaxt yerə dəyməz və dünyanın ən güclü sərvətinə sahibsən. Növbəti Müdürlük Akademisində xarakter dərsimizə başlayırıq. İstəsəniz qoşula bilərsiniz, əl çatandır. Amma canlı yayında da veriləcəkdir. Bunu uşaqlarınız da baxa bilərlər. Amma dərsə qoşulmaqda 30 manat civarındadır. Elə də böyük bir rəqəm deyil. Yəni, bu təlim Azərbaycanda yoxdur. Bu antik Yunan fəlsəfəsindən, Yapon təhsil sistemindən, digər ölkələrin və sadəcə özümün əlavə elədiyim bir neçə tərəflər var. Bunları süzgəcdən keçirərək mükəmməl bir uşağı, ağıllı və müdrik uşağı yetişdirmək var. Bu yoldan yola çıxacaq. Biz gözəl bir meyvələr olan bir ağac basacaq və vaxtı çatanda siz o meyvələrin bağını görəcəksiniz. O ağacın bağını görəndə biləcəksiniz ki, nə qədər doğru düzgün yol seçmişsiniz.